bacısı Bəli. Əgər mənsubiyyət. bəli, əgər Nuriyyənin sözü Səyət xanım yəli haldadırsa, özündən sonra gələn söz nə şəkilçisi qəbul edir? Mənsubiyyət. Bu şəkil. Yəni mənsubiyyət. Mənsubiyyət, bəli. Bir də oxumağı sevir. Hərəkətin yanında oxumağı varsa bu hansı haldadır? Təsirli. Təsirli. Təsirlik. İndi 2-yə baxaq. Vətənimi sevirəm. Mənim vətənim deyə bilirəmmi? Bəli, deyə bilirim. Demək bu nəyə görə dəyişib? Mənim vətənim, sənin vətənin. Mənsubiyyətə görə dəyişib. Bəli, ay sağ ol. Mənsubiyyətə Və görə dəyişib. təsirlik qaldır. Ay sağ ol. Plus hərəkətin yanındadır. Sevirəm nəyi? Vətənimi. Aydın oldu? Bəli. Bəli. Aha. Burada da 1, 2. Sonra 24. Yenidən Aytaç xanıma qaydaq. Burada da 2 söz istəyir. Mən hansına baxıram? 24. Deməli, hansı cümlələrdə yenə mənsubiyyət şəkilçisi qəbul etmiş 2 söz işlənmişdir. Vaqifin qardaşı kitabını bizə bağışladı. Müəllimə, bir olur da, Vaqifin qardaşındakı I mənsubiyyətdir, kitabındakı da, kitabın, sənin kitabın, yox, kitabının nəyi bir olmur. Çünki oradakı I təsirli haldır. Vaqifin qardaşı bizə məktəbi göstərdi. Vaqifin qardaşı, qardaşındakı I mənsubiyyətdir, məktəbi. Məktəbi, Vaqifin qardaşı fəxrimizdir. Vaqifin qardaşı, qardaşındakı mənsubiyyətdir, fəxrimiz. Yalnız 3 olur da A variantı. Burada 1 də olur. İndi deyim niyə. Düz gedirdiz. Vaqifin yəlik haldadır. Demək qardaşı hansı haldadır? Mənsubiyyət. Nə şəkilçisi qəbul edir? Mənsubiyyət. Onun kitabı deyə bilirəm. Sənin kitabın. Demək olur. Bəli, Bəli, sənin bəli. kitabın, onun kitabı bəli. deyə Bir, iki bilirəm. olur. Mənsubiyyət kitabını təsirlik. Burada Necə 2 dənə. təyəni orada yandırdı məni. Dedim, biz kitabını öyle Vaqifin təsirli. qardaşı bir mənsubiyyətdir. Onun Bəli. kitabını bizə bağışladı. Bu da 2. Vaqifin qardaşı yenə I mənsubiyyət, bizim Fəxrimizdir, Bu da mənsubiyyət. Aydın oldu. Bəli, müəllim. Mənsubiyyətdən baxaq yoxsa hala keçin? Hala keçək müəllim. Məncə hala keçir. Yəni Sayat xanım, Xatirə xanım, kimsə Zeynal bəy, hansızdasa nəsə çətinlik varsa, mənsubiyyətdən də bir neçəsini izah edeyim, sonra keçək. Yoxdur Evdə müəllim. işləyəndə biləcək. Buyur, yoxdur. Yəni bu hələ ki qaydanı mən də izah eləmişəm. Yəni özünüz də oxuyanda rekorda baxanda daha aydın olacaq inşallah testi yazanda. Nəsə də evdə testi yazanda çətinlik oldu, mənə bir dənə səs atın, mən izah eləyəcəm sualı. Yaxşımı? Bəli, çox sağ olun. Siz sağ olun. Gəldik ismin hallanmasına. Elə bu da ona oxşar bir şeydir. Sıra kimdə idi? Aytaç xanım. Zeynal bəy, indi ismin hallanmasına birinci suala baxın. Altından xətt çəkilmiş sözlərdən hansı təsirli halda işlənmişdir? Olmayan uşağı korluq çəkir. Onun artıra bilirəmmi? Onun uşağı bəli. Aha. Uşağı Onun sözünü korluq. artıra bilirəmsə demək bu nədir? Hansı, nə şəkilçisidir? Onun uşağı yəlik. Yox. Mənsubiyyəti Onun mənsubiyyəti. Düz deyil. Hə, onun uşağı Hə, mənsubiyyəti. amma uşağı mənsubiyyətdir. Qızılı rəng. Bax, heç bu qızılı sözündəki necə rəng? Bu sifətdir. Ümumiyyətlə baxa bilmərəm. İndi C bəndinə baxın. Hə, deyəsən qardaşı, bacısı gəlib. Gəlib hərəkətin yanında gəldiyinə görə Amma təsirli hal olur. Amma qarşısındakı sözə bir dənə onun sözünü artırın. Onun qardaşı, bacısı, hə. Görsünüz. Bax, deyəsən onun qardaş bacısı gəlib. Elə hərəkətin yanına görüb birbaşa baxmayaq. Qabağına mən ona görə deyirəm ki, qarşısına onun artırın. Onun qardaş bacısı gəlib deyə bilirəmmi? Bəli, bəli. Aha, demək nədir burada da? Mənsubiyyətə görə dəyişibdir. Amma indi bir Bu Y variantıdır, düzgündür də cavab. onun kitabı çoxdan çap olunub deyə bilirəmmi? Bəli. Deyə bilirəmsə bu da mənsubiyyətdir. Amma onun misi gümüşə çevirmək olur deyə bilirəm. Deyil. Onda nə olacaq? Təsirli halda. Bəli. Birinci sual aydın oldu. Bəli, bəli. Yenidən deyirəm. Olmaya onun uşağı korluq çəkir. Mənsubiyyətdir, getdi. Onun saçları qızılı rəngdə. Qızılı ümumiyyətlə sifətdir, getdi.
Deyəsən onun qardaş bacısı gəlib. Onun artırıram. Mənsubiyyətdir, getdi. aydın Onun oldu. kitabı çoxdan sap olunub. Mənsubiyyətdir, getdi. Bir dənə qaldı nə? Misi gümüşə çevirmək olmaz. Sonra kim gəlir? Xatirə xanım. Xatirə xanım 2-yə baxın. İndi deyir ki, dan şəkilçisi çıxışlı xaldır. Əgər çıxışlı xaldısa, demək mən həmin sözə kimdən, nədən, bir də haradan sualını verməliyəm. Bəli, müəllimə. A variantda Nailə qəfildən qışqırdı. Burada zərfdir, müəllimə. Necə qışqırdı qəfildən? Bəli, ona görə çıxırıq. Hərdən bizə də gələrsən. Burada da zərfdir. Nə zaman gəl? gedir? Aha. Döyüşdən bir xəbər yoxdur. Burada çıxışlı xaldı. Ay sağ ol. Çaydan çox sərgilmişdi. Çaydan burada sözün köküdür. Yəni çaydan düzəltmədi. Səni çoxdan gözləyirəm. Burada da zərfdir. Nə zamandan? Bəli. Bax, Nailə qəfildən qışqırdı. Nədən qışqırdı deyə bilmərik, getdi. Hərdən bizə də gələrsən. Nədən bizə gələrsən deyə bilmirəm, getdi. Döyüşdən bir xəbər yoxdur. Bax, deyə biləm, nədən bir xəbər yoxdur, döyüşdən bir xəbər yoxdur. C bəndi. Çaydan çox səliqə ilə sürtülmüşdü. Nədən çox səliqə ilə sürtülmüşdü deyə bilmirəm. Bu da getdi. Səni çoxdan gözləyirəm. Nədən gözləyirəm deyə bilmirəm, getdi. Üçüncü sual. Sabinə xanım. Üçüncü suala baxın. Bəli, müəllim. Nə xoşdur ellərin şirin avazı. Burada ümumiyyətlə altına xətt çəkilmiş sözlərdən yalnız biri təsirlik haldadır soruşur. Ellərin avazı olduğuna görə bu olur mənsubiyyət, bu getdi. Güldə ölkəmizin çiçəkli yazı, ölkəmizin yazı mənsubiyyətdir, getdi. Şairin qələbi mənsubiyyətdir, aşığın sazı mənsubiyyətdir. Bülbülü mat qoyan dillər bizdədir, cavab Y. Təsirlik haldadır. İndi gəlin Sabinə xanım tez-tez dedi. Gəlin mən bunu tez-tez deyim. Bax, ellərin şirin avazı. Ellərin hansı haldadır? Yəlik. Demək, avazı sözü nə olacaq? Mənsubiyyət şəkilçisi. Ölkəmizin yazı. Ölkəmizin hansı haldadır? Yəlik. Demək, yazı yenə mənsubiyyət olacaq. Mənsubiyyət. Bəli, şairin qələmi. Şair yenə yəlik. Qələm Yəlik. olacaq mənsubiyyət. Aşığın yenə yəlik. Sazı olacaq mənsubiyyət. Amma onun bülbülü mat qoyan dillər bizdədir. Belə şey deyə bilirəm? Deyil. Xeyr, deyə bilmirəm. Demək, təsirli halda olan nədir? Bülbülü. Aydın oldu? Bəli. Siz Allah aydın olmayanda deyin. Yəni, sonra düşünməyim ki, birdən yaza bilməzsiniz də, ağlınızda qalar demərsiniz. Deyin. Nə sualınız oldu, deyin, cavablayaq. Yoxsa siz burada, mən burada. Sonra kimlədir növbə? Sabinə xanımdan sonra. Mənim. Hə, tamam. İndi 5-ə baxaq. Kimdəydi sıra? Unutdum. Afa xanımdaydı məncə. Afa xanım da qalxdı yuxarı. Sıra dəyişdi. 5-ə baxaq. İndi kim baxır? Mən baxıram. Mən baxıram müəllimə. Afa xanım baxır. Buradakı tast ismi hansı hallarda işlədiyini müəyyən edir. Bu sözüdür. Dost dostuna tən yerək. İsmi hansı? Dost dostuna tən yerək. Tən olmasa vərvaşdan gen gərək. Dost adlı haldadır. Haldadır. Dostuna Dostuna böyle şey yönlü haldadır. yönlük haldadır. Amma sadəcə dostu olsaydı, nə olasıydı? Onun dostu. Mənsubiyyət şəkilçisi Mənsubiyyət və oldu. adlı halda olasıydı. 7. Kimdən soruşmadım? Sayat xanımdan elə. Allah yerini dəyişdi. 7-yə baxın, deyir qeyri-müəyyən təsirli hal. Qeyri-müəyyən təsirli hal deyəndə hərəkətin yanında nəyi sualını verirdiksə tapa bilirdik. Məhsul yığılanda görüşərik. Məhsul yığılanda burada Nəyi Yoxdur, yığılanda deyə bilərik? Xeyr. yığılanda. Xeyr. İndi B bəndinə baxın. Göyün üzü bulutsuz idi. İndi bir söz soruşun. Nəyin Nəyin üzü? üzü? Göyün. Aha. Olar mən cavab verim. Yəni mən fikirləşirəm, ola bilər biraz gec, amma özüm cavab vermək istəyirəm. Yox, mən ümumiyyətlə əlavə bir sual verəcəm buradan. Cavabı demirəm. Yox, orada Zeynal bəy biraz tələsir. Ha, buyurun. Mən bir dənə sual verim. Göyün Buyurun. hansı haldadır Sayat xanım? Mən onu deyim bir dənə. Necə? Göyün hansı haldadır?
Daha təsirli. Yox.